Məhkəmə necə olacaq? Nə deyim? Zaten məhkəməmdən olan kadrları gördünüz. Nə bilim. Bilmirəm ki, nə deyim. Qarşı tərəfin mənə belə qıcıqlı olmağını bilmirəm niyədir. Orada elə sevinməkləri ki, vəsaitlərim qəbul olunmadı. İşinə nə deyə bilərəm? Düzdür, mən səbəbini bilirəm. Allah hər kəsə ürəyinə mərhəmət versin, vicdan versin. Yəni, vicdan çox önəmli bir şeydir. Əgər mənim bu işdə suçum varsa, mənim yaşadığımı balalarım yaşasın. Əgər həqiqətən də bu işdə mənim suçum varsa, mənim bu yaşadıqlarımı 4 balam yaşasın. Amin. Mənim orada heç bir şey yoxdur. Qoyub qaçırsan deyir, yazıb orada biri. Mən qoyub qaçmışam. Canlı yayında olub, xanım. Xəstəxana kağızları var. Klinikada mən necə yatmışam. Nə iynələr mənə vurublar. Mən qaçmışam. Vicdanın olsun ha. Əgər bilməyib denən danışırsansa, başına gəlsin onda... Yox, demə. Sən demə başına gəlsin. Mən heç kimə qarqış eləmirəm. Yox, yəni ki, necə haqsız danışa bilirlər? Eybi qoy danışsın.